Salam əziz tələbələr, bugün sizlərlə şifrələrdən bir sual işləyəcəyik və bu sual biraz sizə qarışıq gələ bilər ilk baxışda, çünki çoxlu orada işarələr var, müxtəlif yəni şəkillər var və deyə bilərsiniz ki, mən bunları necə yadımda saxlayım. O zaman bunun ən asan yolu necədir? Siz bunları müəyyən bir işarə ilə işarələməlisiniz. Məsələn, deyək ki, mən burada yumru işarəsinə bir x desəm. Daha sonra bu işarəyə bir y desəm və tutaq ki, telefon işarəsinə bir z desəm və bu işarəyə də, yəni buna bənzər bir işarədir, bir t desəm. Və ifadəmi yazıram artıq, yəni bu şəkildə sadələşdirməyə çalışdım sizin üçün. Daha sonra bunu yazandan sonra və yaxud da yadınızda saxlaya bilirsinizsə nə gözəl, o zaman birbaşa sonunda izah edəcəm, oradan baxarsınız. Yəni buranı eləməsiniz. Amma eləyə bilməyən tələbələr üçün ən rahat yolu budur. Bundan daha rahat yol mən artıq yəni düşünmürəm olacağını. Ən asan yolu budur. Daha sonra siz burada ifadəni yazırsınız. Məsələn, mən burada t görürəm, düzdür? Mənə yazıb ki, mənim ifadəmdə verib ki, t vurulsun. Daha sonra baxıram x. Bunu vurmanı bu şəkildə yazaq. T vurulsun x. Ondan sonra vurulsun. Daha sonra o birisi işarəmiz nə idi? Yenə x. Bərabərdir 32. Bu şəkildə verib. Daha sonra digər bir ifadədə bizə verib ki, x vurulsun. Necə işarələmişdik bunu? Y-də, düzdür? Onda yazıram y vurulsun. Telefonu nə ilə işarələmişdik? Z-lə, doğrumu? O zaman z bərabərdir 28-ə. Bizdən istəyir ki, bunu x-lə işarələmişdik. X üstünə gəlinsin y. Onun da üzərinə gəlinsin. Telefonu nə ilə işarələmişdik? Telefonu da z-lə işarələmişdik. Üstünə gəlinsin z. Bölünsün. Nəyi verir bizə? Bölünsün t bərabərdir suala. Bizdən bunu istəyir. Mən yenə bu cür ifadələrdə əvvəla sizə keçən səfər demişdim ki, müəyyən bir ya sadələşmə apararam, ya çalışaram ki, ədədlər verim, hansı ədədlərdir. Çünki bizə verib ki, 0-dan 9-a qədər olmalıdır ədədlər və bir-birindən fərqli olmalıdır. Düzdürmü? Mən həmən fikirləşirəm. 28-i mən nədən ala bilərəm və yaxud da 32-ni mən nədən ala bilərəm? Burada sadəcə olaraq sınaq məqsədi ilə biz rəqəmlər verəcəyik, yəni əvvəlcədən. Məsələn, mən fikirləşirəm ki, 32-ni mən nəyə vuranda? Məsələn, düşünürəm 8-i 4-ə vuranda mən bunu alıram. Düzdür? İndi mən düşünərəm ki, məsələn, tutaq ki, bu 2 olsun, bunlar, düzdür? Bu da olsun 8. Bunu verir bizə. Gəlin indi aşağıda da sınayaq ki, həqiqətən verir yoxsa yox. Bu şəkildə işləyəcəksiniz. İmtahanda da yəni bu şəkildə olmalıdır sizin işləmə üsulunuz. 2. Daha sonra mənə nə qalır? Mənə qalır ki, 28 və 28-ə bölünməsi, 28-i 2-yə bölürəm, 12 alıram. 12-ni mən nəyə vuranda alıram? Məsələn, 3-ü 4-ə deyərsiniz birdən. Fikirləşərsiniz ki, bu cürə. Ola bilər, 3-ü 4-ə vura bilərik. Baxaq, məsələn, əvvəlcədən bu ədədlərdən var idimi, yox idi. Bir-birindən fərqli ədədlərdir, bəli, fərqli ədədlərdir. Baxaq görək burada alınacaq mı? Gətirək yerinə qoyaq. Baxırıq ki, burada x2 idi. Bizim y-imiz 3 idi və z-imiz isə 4 idi. Bunları toplayıram. Topladım. Burada 5, 9 bölünsün. Mən baxıram, t nə qədər idi? T isə 8-dir. Demək ki, bu ədəd alınmadı. Buradan biz artıq başa düşürük ki, demək ki, bizə fərqli ədədlər lazımdır. Məsələn, burada gəlin belə sınayaq. T-ni götürək 2, bir variantda da bu şəkildə sınayaq da. T-ni götürək 2, o zaman nə qalır? 16 düzdür və bunları 4 götürək. 4 düzdür. Fikirləşək, çünki 16-nı 2-yə vuranda nə edir? 32 eləyir, burada 32 lazımdır, bəli. Ondan sonra gəlirəm yerinə qoymağa yenə. Qıraqdan bir şəkildə yazıram ki, çünki sizə daha açıq və aydın olsun deyə. Mən burada x-i nə fikirləşdim? X-i ikinci fikirləşdim ki, 4 olsun, düzdür. Və mən fikirləşirəm ki, 4-ü neçəyə vurmaq lazımdır? 7 və 1-ə. Olar, heç bir problem yoxdur. Gəlin bu şəkildə sınayaq indi. Məndən istəyirdi ki, x, yəni ki 4, üstünə gəlinsin y, yəni ki 7, üstünə gəlinsin z, yəni ki 1 bölünsün t-yə. Görə bölünəcəkmi? T də 2 idi bu arada, bunun yəni yerinə də 2 yazacağıq. Bunu hesablayaq əvvəlcə. Nə qədər eləyir? Eləyirmi? 12. 12-ni 2-yə bölürəm. Alınır 6 və həqiqətən də mənim cavabım var. Bu, yəni bu tip məsələlərdə, bu tip misallarda, daha doğrusu misallarda siz bu cürə, yəni denəmə yanılma üsulu ilə ancaq bir şeyləri özünüz üçün tam dəqiqləşdirə bilərsiniz. Çünki başqa bir yolu yoxdur. Siz mütləq bir şəkildə ədəd verməlisiniz bura və yaxud da ki, indi siz düşünərsiniz ki, necə eləyək, tutaq ki də, məsələn, bunu sadələşdirmək demişdik, sadələşdirməyi necə eləyə bilərik? Sadələşdirməyi bu cür eləyə bilərsiniz ki, t vurulsun, məsələn, x-in kvadratı bərabərdir 32-yə. Bəli, nəyisə kvadratı ilə 32, yəni buradan artıq məsələn daha rahat görərdiniz ki, hə, bu 2 dənə ədəddir, sonra buradakı ədəd nəyisə kvadratı olmalı. Yəni sadələşdirmək yalnızca bu üsul, yəni bu cürə oluna bilər. Yoxsa burada başqa cür yəni yol yoxdur da, mütləq zaten ədəd verməlisiniz. Son olaraq mütləq bir şəkildə ədəd verməlisiniz. Amma ilk başlayanda tövsiyə etmirəm ki, bu cür edəsiniz, çünki burada bəzən bu kvadratı unuda bilərsiniz və başqa bir ədəd yaza bilərsiniz. Ona görə lazım deyil. Sırf bu şəkildə yazın və bu şəkildə izah etdiyim şəkildə həll edin. Mütləq bir şəkildə doğru cavabı alacaqsınız və imtahanda 1 balınız yenə qaranti olacaq. Bu həm dövlət qulluğu üçün, həm magistratura üçün, yəni düşən suallardandır və düşmə ehtimalı olan suallardandır həmçinin. Çünki çox asan bir format da deyil, biraz baş qarışdıran formatdır. Yəni zaman aparan format, əslində baş qarışdıran format deyil, asan bir sualdır. Sadəcə olaraq zaman aparan bir sualdır. O səbəbdən yəni salma ehtimalları da varmı? Var. O səbəbdən bunlara baxın. İzahı bu şəkildə yenidən özünüzlə misalın mən dediyim kimi şəklini qoymağa çalışacağam müəyyən bir hissədə.
Dayandırın, sualı özünüz üçün götürün, sonra bunların izahına baxın, izahı bir qırağa qoyun və çalışın ki, özünüz həll etməyə çalışasınız. Əgər özünüz həll edə bildinizsə nə gözəl. Artıq ondan sonra yəni bütün bu formatda olan hər bir şeyi siz izah elədiyim şəkildə həll edə biləcəksiniz və mütləq ki, doğru çıxacaq yəni.